Salam hörmətli izləyicilər. Bugün keçirilmiş 4-cü sinif monitorinqinin izahını vermək istəyirəm. Bu A variantıdır. Keçən il hər variant eyni olsa da bu il fərqli olub. Sizə A variantını izah etmək istəyirəm. Düzdür, çətin deyil, amma təbii ki, mətnləri yaxşı oxumaq lazım idi ki, düzgün cavab yazsınlar uşaqlar. Əvvəl şəkil üzrə iş var, şəkil üzrə suallar var. Demək, şəklə uyğun sözü seçin. Təbii ki, bu birinci şəkil nədir? Xəritə, B variantı. İkinci şəkil nədir? Qutu, C variantı. Üçüncü şəkil isə qayçı, bu da A variantı. Sonra mətn verilib. 2 dənə mətn var. Mətnlər çox maraqlıdır. Birinci mətn emular adlanır. Ümumiyyətlə biz, yəni daha doğrusu uşaqlar mətni oxuduqca daha da dünya görüşü artır. Çünki çox maraqlı məlumatlar olur mətnlərdə. Bu qeyri-bədii mətndir. Mətnimizi oxuyaq, görək nədən söhbət gedir, sonra suallarımıza keçək. Emular. Emu uça bilməyən quş növüdür. Emuların hündürlüyü təxminən 2 metr, çəkisi isə 30-50 kiloqram olur. Emular dəvə quşudan sonra dünyada ən böyük quşdur. Onlar dəvə quşuları kimi uçmasa da güclü ayaqlara sahibdirlər, çox sürətlə qaçırlar. Düzdür, dəvə quşular emulardan daha iri, onların çəkisi 150 kiloqrama çatır və daha sürətlidir. Amma emular təhlükə ilə üzləşəndə çevikliyi və yaxşı gizlənmə qabiliyyətinə görə onları geridə qoyur. Emular əsasən Avstraliya qitəsində yaşayır. Onlar geniş düzənlikləri, meşə kənarlarını və otlaqları sevirlər. Hər cür hava şəraitinə dözümlüdürlər. Həmçinin uzun müddət susuz qala bilirlər. Emular bitkilərlə, meyvələrlə və toxumlarla qidalanır. Onlar həmçinin kiçik həşəratları, böcəkləri də yeyə bilirlər. 1932-ci ildə Avstraliyada güclü quraqlıq baş vermişdir. Bu səbəbdən təbiətdə emuların qidalandığı otlar, toxumlar və meyvələr azalmışdı. Həmin il təxminən 20.000 emu əkin sahələrinə hücum edib fermerlərə ziyan vurur, böyük ziyan vurur. Problemi həll etmək üçün Avstraliya hökuməti emulara qarşı müharibə elan edir. Təsəvvür edin ki, insanlar heyvanları müharibə elan edir. Bir həftəlik döyüşdə 10.000 əsgər cəmi 1000 emu öldürə bilir. Emular təklikdə çevik hərəkətlərlə güllədən yayınır, gizlənir, beləliklə yaxşı müdafiə olunurdular. Belə müqaviməti gözləməyən ordu məğlubiyyəti qəbul edib döyüşü dayandırır. Bir müddət sonra emular həmin bölgəni tərk edirlər. Amma bunun səbəbi insanların mübarizəsi deyil, ərazidə qidanın tükənməsi olur. Bu hadisə tarixdə Böyük Emu döyüşü adlanır. Sürətli, çevik, güclü və ağıllı olan bu quşlar həmişə insanlarda maraq yaradıb. Əgər emuları yaxından görmək və müşahidə etmək istəyirsinizsə, Bakı Zooparkına gedə bilərsiniz. Və burada şəklin içərisində də məlumatlar var və buna aid də suallar var. Ona görə buranı da oxuyaq. Emu haqqında nə yazılıb? Adətən tək yaşayır. Avstraliyadadır. Sonra 800 qram qədər hündürlük yumurtasının tünd yaşıl rəngdə olur 13 sm və sürəti 50 km/saatda 50 km-dir. Sonra dəvə quşu. Deməli, emu təklikdə yaşayır, amma dəvə quşu 10-50 quşdan ibarət sürülərdə yaşayırlar. Afrikada yaşayır, 2 kiloqrama qədər hündürlüyü olan 16 sm-lik açıq yaşıl yumurtası olur və sürəti saatda 70 km-dir.
İndi suallarınıza baxa bilərik. Mətnə əsasən hansı fikir doğrudur? Eymurlar dünya ən böyük quşlardır. Xeyr, çünki dəvə quşlardır. Eymurlar uçmasa da çox sürətlə qaça bilirlər. Eymurlar susuzluğa dözümlü deyillər. Eymurlar yalnız otda qidalanırlar. Yox, eymurlar bəzi həşəratlarla qidalanırlar. D variantı yanlışdır. Baxın, bu yanlışdır. Eymurlar susuzluğa dözümlü deyillər. Biz orada oxuduq ki, xeyr, eymurlar susuzluğa dözümlüdür. Uzun müddət susuz qala bilirlər. Eymurlar uçmasa da çox sürətlə qaçırlar. Bu doğru fikirdir. Uçmur, amma sürətli qaçırlar. A bəndi də dedik ki, yanlışdır. Cavab oldu burada B bəndi. İkinci suala keçək. İkinci sualımız belədir. Böyük Eymu döyüşü hansı səbəbdən baş vermişdir? İndi biz oxuduq. İnsanlarla heyvanlar müharibəsini, maraqlıdır. Görək, bu hansı səbəbdən baş vermişdir? Eymurlar insanlar arasında qorxu və təşviş yaradırdı. Xeyr, belə bir fikir yoxdur. Eymurlar su mənbəyini çirkləndirdikləri üçün bu yox idi. Eymurlar insanlara hücum etmirdi, bu da yanlışdır. Eymurlar əkin sahələrinə ziyan vururdu, fermerlərə ziyan vurduğu üçün belə bir döyüş başlamışdı. Cavab oldu C bəndi. Sonra 6-cı suala keçək. 6-cı sualda deyilir: Avstraliya ordusu eymurlarla döyüşdə nə üçün məğlub oldu? Biz indi oxuduq. Cavab hansı idi uşaqlar? Çünki məsələn döyüş əkin sahələrinin dağıdılması deyildi. Avstraliya ordusu yaxşı silahlardan istifadə etmir deyil. Avstraliya hökuməti eymurların nəslinin kəsilməsinə razı olmadı deyil. Ordu eymurların müdafiə bacarıqları hansı idi uşaqlar? Onlar sürətlə qaçırdılar və güllədən gizlənirdilər. Görüb döyüşü dayandırdılar. Cavab oldu burada A bəndi. Digər suala keçək. 4-cü abzası hansı yarımbaşlıqla adlandırmaq olar? 4-cü abzas hələ müharibə olan abzası idi uşaqlar. Eymurların yaşayış tərzi yox. Burada yaşayış tərzi çox önəm daşımırdı. Güclü quraqlıq. Əslində bu cavabların deyərdim ki, uyğun gəlir. Məsələn, güclü quraqlıq, tarlada hücum, qida uğrunda mübarizə. Çox yaxın cavablardır. Yəni əslində daha fərqli cavablar olsa daha yaxşı olardı. Burada biz daha çox hissəni mübarizə olduğu üçün, müharibə olduğu üçün D bəndini seçə bilərik. Amma onun da səbəbi güclü quraqlıq idi. Onu da seçmək mümkündür. İndi D bəndini seçdik. Çünki orada daha çox müharibədən söhbət gedirdi. Həmin başlıqda. Bu oldu D bəndi. Sonra 8-ci sual. Sonuncu abzasın əsas məqsədi nədir? Sonuncu abzasda nə oldu uşaqlar? Əgər siz eymurları yaxından görmək istəyirsinizsə, Bakı Zooparkına gedə bilərsiniz. Doğrudan da Bakı Zooparkında çox maraqlı heyvanlar var. Gedib yaxından müşahidə edə bilərsiniz. Oxucuları Bakı Zooparkına getməyə məcbur etmək. Belə bir fikir ola bilməz ki, məcbur olsun. Eymurların bacarıqlarına görə dəvə quşdan üstün olması belə bir fikir yoxdur. İnsanları, eymurları qorumağa, onu qayğı ilə yanaşmaq fikri də yoxdur. Oxucunu maraqlı quş növü ilə daha çox məlumatlandırmaq, yəni, baxın, oxucunu maraqlı quş növü haqqında daha çox məlumat əldə etməyə çağırmaq. Hər bir halda biz gözümüzlə görəndə daha yaxşı yadımızda, daha uzun müddət yadımızda qalır, daha maraqlı olur. Ona görə cavab olacaq C bəndi. 9-cu sual. Mətndə də şəkildə də olmayan məlumat hansıdır? Həm mətndə, həm şəkildə olmasın məlumat. Eymu yumurtasının rəngi tünd yaşıldır. Eymunun yumurtasının rəngi tünd yaşıl idimi? Biz bayaq oxuduq. Bir də sizə göstərim. Baxın. Yumurtası budur eymunun. Tünd yaşıl. Eymunun deməli yumurtası tünd yaşıldır. Dəvə quşunun yumurtası isə açıq yaşıldır. Sualımıza keçək. Sualımız
Neçənci suala çatmışdıq? Aha, bu 9-cu sual. Emunun yumurtasının rəngi baxdıq, tünd yaşıl idi. Bu doğrudur. Emullar adətən tək yaşır. Dedik emullar tək yaşır, amma dəvə quşular 10 və daha çox sürü halında yaşayır. Emuya Bakı Zooparkına rast gəlmək olar. Bəli, emullara yəni rast gəlmək olar. O deməkdir ki, axırıncı abzasda deyilmişdi ki, Bakı Zooparkında görə bilərsiniz. Bəli, rast gəlmək olar. Emullar orta hesabla 10-12 il yaşayır fikri ümumiyyətlə yoxdur. Onun neçə il yaşadığı fikri ya mətndə ya da şəkildə yoxdur. Keçək 10-cu suala. Şəkildə verilmiş məlumatlara əsasən doğru cavabı seçin. Bu da artıq yalnız şəkildə soruşur. Deyir, bəndə deyir, emu saatda 70 km sürətlə qaçır. 70 km sürətlə qaçan dəvə quşu idi. Emu isə 50 km-də qaçırdı. D yanlışdır. C. Emu adətən sürü halında yaşayır. Bayaq qeyd elədik, təklikdə yaşayır. B. Dəvə quşu yumurtasının rəngi tünd yaşılı yox. Emunun yumurtasının rəngi tünd yaşıl olurdu. A bəndi dəvə quşu Afrika qitəsində yaşayır. Bəli, dəvə quşu Afrika qitəsində yaşayırdı. Amma emu Avstraliyada yaşayırdı. Cavab burada oldu. Onda A bəndi. 11-ci sual. Mətnin 3-cü abzasına əsasən hansı nəticəyə gəlmək olar? 3-cü abzasında bir daha biz oxuyaq. Kiçik abzasdır 3-cü abzas. 3-cü abzasda deyilir. Emullar əsasən Avstraliya qitəsində yaşayır. Onlar geniş düzənlikləri, meşə kənarlarını və otlaqları sevirlər. Hər cür hava şəraitinə dözümlüdürlər. Biz bir də buna fikir verək. Baxın. Hər cür hava şəraitinə dözümlüdürlər. Həmçinin uzun müddət susuz qala bilirlər. İndi biz baxaq, görək bizdən burada nə soruşulurdu. Emullar dağlıq ərazilərdə yaşaya bilirlər. Bu hansı nəticəyə gəlmək olar? Sonra emullar yaşamaq üçün suya yaxın yerləri seçirlər. Suya yaxın yerləri seçməyə də bilirlər. Çünki onlar uzun müddət susuz qala bilirlər. Emullar ancaq Avstraliyada yaşayır. Yox. Həmin abzasda deyilir ki, uşaqlar, emullar əsasən Avstraliyada yaşayır. Ancaq yox. Əsasən o deməkdir ki, yəni başqa yerlərdə də yaşayır. Daha çox Avstraliyada yaşayır. Emullar iqlim dəyişikliyinə dözümlü heyvanlardır. Bəli, çünki altından da qırmızı xətlə göstərdik ki, emullar hər cür iqlim şəraitinə uyğunlaşırlar. Ona görə hər bir iqlim şəraitinə uyğunlaşdığı üçün iqlim dəyişikliyinə dözümlü heyvanlardır. Ona görə 11-ci sualın cavabı oldu D bəndi. 11 oldu D bəndi. Dəvə quşu və emulların ortaq xüsusiyyəti nədir? Eyni sürətlə qaçırlar. Yox, biri dedik 70 idi, biri 50 idi. Uçmağı bacarmırlar. Eyni ərazidə yaşayırlar. Yox, başqa qitələrdə yaşayırlar. Yumurtalar eyni rəngdə olur. Xeyr, biri tünd yaşıl, biri açıq yaşıl olurdu. Və cavabımız olur burada B bəndi. Uçmağı bacarmırlar. Bəli, hər ikisi uçmağı bacarmır. Birinci abzasda bunu oxumuşduq. Böyük emu döyüşü haqqında hansı fikir yanlışdır? Döyüşdə Avstraliya ordusu emuları məğlub etdi. Yox, özü məğlub oldu. Demək, cavab oldu A bəndi. Cavab burada olacaq daha doğrusu A bəndi. Döyüş 1932-ci ildə quraqlığından sonra baş vermişdi. Emular qarşı müharibə bir həftə davam etmişdi. Döyüş nəticəsində cəmi 1000 emu öldürülmüşdü. Hər biri bunlar doğrudur. Yanlış olan A bəndidir. Digər sualda deyilir. Böyük emu döyüşü nə ilə nəticələndi? Avstraliya ordusu məğlub olduğunu anlayıb döyüşü dayandırdı. Bəli, bu tamamilə doğrudur. Döyüşdə emuların çoxu məhv edildi. Xeyr, yalnız 1000-i məhv edildi. Əkin sahələrinə qida tükənənə qədər emular orada qaldılar. Bəli, qida tükənənə qədər qaldılar və sonra getdilər. Avstraliyada emuların nəsli kəsildi. Bu yanlış fikirdir. Cavab olur 1-3 A bəndi. Avstraliya ordusunun 1932-ci ildəki məğlubiyyəti nəyi göstərir? Maraqlı bir sualdır və maraqlı cavab. Emuların əhilləşdirilmiş quşlar olduğunu. Xeyr, belə bir fikir yoxdur ki, o əhilləşdirilib. Hökumətin hər cür mübarizədə qalib gəldi. Xeyr, hökumət məğlub olmuşdu.
Fermerlərin emulara qarşı uğurlu plan qurduğunu yanlışdır. Plan uğurlu olsaydı onlar qalib gələrdilər. Deyəbəndi insanların təbiətə tam nəzarət edə bilmədiyini tamamilə doğrudur. Çünki insanlar təbiətə tam nəzarət edə bilsəydilər, heyvanlardan heyvanlar qalib gələrdilər. Deməli bu cavab doğrudur. Deyəbəndi. Emular əkin sahələrinə niyə hücum etdilər? Açıq sualdır uşaqlar. Açıq suallar demişdik, mütləq yazın. Hətta 6-cı siniflərdə ola bilsin baxdı bu videoya, bu izaha. Ona görə mütləq çalışın ki, 6-cı siniflər açıq sualı yazasınız. Çünki açıq sualın cavabı ilə mətnin içindədir. Emular əkin sahələrinə niyə hücum etdilər? Bayaqdan biz bunu danışırıq. Çünki bir neçə dənə nümunə yaza bilərsiniz. Həmin 1932-ci ildə güclü quraqlıq olmuşdu. Yəni onlar ac qalmışdılar. Onlar ora hücum etdilər ki, oradakı bitkiləri yesinlər. Və salam, yəni quraqlıq keçmişdi və onlar tarlaya hücum etdilər ki, oradakı bitkiləri yesinlər, yəni yararlansınlar. Bunun üçün hücum etdilər. Yalnız bunun üçün. Və keçək digər mətnimizə. Digər mətnimiz isə Nurayın Gəlinciyi adlanır. Bu mətin bədii mətindir. Nurayın ad günü yaxınlaşırdı. Kamil baba ona dedi: Nuray, istəyirəm sənin üçün alacağım hədiyyəni bir yerdə seçək. Nə deyirsən? Nuray babasının sözlərini çox sevindi. Nəhayət həmin gün yetişdi. Baba və nəvə bir yerdə oyuncaq mağazasına getdilər. Mağazaya girəndə Nuray həmişəki kimi gəlinciklər olan şöbəyə qaçdı. Rəfdəki gəlinciklərdən birini babasına göstərib dedi: Baba, onu görürsən, mənə baxır. Məncə çox istəyir ki, onu seçim. Kamil baba gəlinciyi aldı. Nuray və babası birlikdə ona ad qoydular: Alisa. Bu, babanın söylədiyi nağıl qəhrəmanlarından birinin adı idi. Nuray bu nağılı çox sevirdi. Nuray Alisanı daim özü ilə gəzdirirdi. Heç kimə demədiyi sirləri ona açırdı. Bir dəfə Kamil baba Nurayı parka gəzməyə aparmışdı. O, həmişəki kimi Alisanı da özü ilə götürmüşdü. Oyun meydançasına çatanda Nuray orada oynayan uşaqlara qoşuldu. Kamil baba isə skamyada əyləşib kitab oxumağa başladı. Biraz keçmişdi ki, Nuray ağlaya-ağlaya babasının yanına gəldi. Baba, Alisanı itirmişəm. Bax, ora otların üstünə qoymuşdum. Sonra tapa bilmədim. Kamil baba nəvəsini sakitləşdirməyə çalışırdı. Narahat olma Nuray, harada olsa tapılar. Yəqin parkı gəzməyə çıxıb. Gəl, gedək axtaraq. Onlar parkı gəzdilər. Hər yerə baxdılar, amma Alisanı tapa bilmədilər. Ertəsi gün Kamil baba nəvəsini kefsiz görüb dedi: Nuray, bəlkə Alisanı tək qoyduğuna görə səndən inciyib geriyə mağazaya gedib. İstəyirsən, gedək mağazadan soruşaq. Hə, baba, gedək. Onlar mağazaya daxil oldular. Baba satıcı qıza dedi: Biz bir həftə əvvəl sizdən bir gəlincik almışdıq. Bəli, yadındadır, satıcı qız cavab verdi. O geri qayıtmayıb. Kim? Satıcı təəccüblə soruşdu. Sonra babanın üzünə baxıb gülümsündü. Yox, necə ki, itib? Baba yavaşca qıza nə isə pıçıldadı. Satıcı qız başına bulayıb dedi: Yox, təəssüf, hamısı satılıb. 2 gün sonra Nuray yuxudan oyananda gördü ki, babası onun otağındadır. Kamil baba şən səslə dilləndi. Nuray, Alisadan xəbər var. O sənə məktub yazıb. Deyə baba məktubu Nuraya uzatdı. Baba, axı mən oxuya bilmirəm. İcazə verirsən mən oxuyum? Hə, baba, oxuya bilərsən. Baba məktubu açıb oxumağa başladı. Əzizim, Nuray,
Mən səyahətə çıxmışam. Qərara gəldim ki, Azərbaycanın şəhərlərini gəzim. İndi Gəncədəyəm. Şəhərə çatmamış yolun sağında dahi şair Nizami Gəncəvinin məqbərəsini gördüm. Hazırda Gəncənin mərkəzində Xan bağında gəzirəm. Sevgilərlə Alisa. Nuray Alisadan gələn məktubu dönə-dönə gah babasına, gah da anasına oxutdururdu. 2 gün sonra Alisadan yeni məktub gəldi. Nuray, mən səni Şəkidən salamlayıram. Buranın cəmaatı çox mehriban və zarafatcıldır. Şəhərdə çoxlu qədim binalar var. Karvansaraya girəndə özümü lap qədim dövrdə hiss elədim. İndi isə Şəki Xan Sarayına gəlmişəm. Möhtəşəm binadır. Qayıdanda ətraflı danışaram. Sənin Alisan. Kamil baba Nuraya Azərbaycanın xəritəsini aldı. Onlar bir yerdə Alisanın səyahət yolunu izləməyə başladılar. Alisanın növbəti məktubu Şuşadan idi. Salam Nuray, yadındadır, Kamil baba bizə Şuşa haqqında danışmışdı. İndi mən Şuşanın qala divarlarının qarşısındayam. Buradan gedib Xurşudbanu Natəvanın evinə baxacağam. Sonra isə əlbəttə Cıdır düzünə qalxacağam. Nuray, bilirəm, mənim üçün darıxmısan. Mən də səni görmək istəyirəm. Amma qədim Naxçıvanı görmədən qayıtmaq istəmirəm. Orada mütləq Möminə Xatun türbəsini ziyarət edəcəyəm. Görüşənədək. Əlbəttə, Nuray sevinirdi ki, Alisa sağ-salamatdır. Amma onun üçün darıxırdı. Tez-tez babasından soruşurdu. Baba, Alisa'dan məktub var. Bəs Alisa nə vaxt gələcək? Bunu eşidən anası dedi. Nuray, bəlkə sənin üçün başqa gəlincik alaq. Yox, mən Alisanı istəyirəm. Nurayın gözləri doldu. Mənə başqa gəlincik lazım deyil. Nəhayət bir gün Alisa'dan yeni məktub gəldi. O yazırdı ki, artıq evə qayıdır. Amma Nuray, məni görəndə təəccüblənmə. Mən çox dəyişmişəm. Böyümüşəm, lap möcüzələr diyarındakı adaşım kimi. Tezliklə görüşərik. Bazar günü idi. Birdən qapı açıldı. Kamil baba Alisa ilə içəri daxil oldu. Nuray təəccübdən yerindəcə donub qaldı. Alisa böyümüşdü. Az qala elə Nurayın özü boyda idi. Həm də çox dəyişmişdi. Amma Nuray onu gözlərindən tanıdı. Bu onun sevimli Alisası idi. Nurayın gəlinciyi qucaqladığını görən Kamil babanın üzündə xoş bir təbəssüm var idi. Mətin, baxaq, bu qədər. İndi suallara baxaq. 17-ci sual. Baba Nuraya gəlincik aldı. Çünki ona gəlincik alacağını söz vermişdi. Nurayın ad günü idi. Nurayın gəlinciyi yox idi və mağazada ancaq gəlincik satırdılar. Cavab hansıydı uşaqlar? Çünki Nurayın ad günü idi. Cavab oldu burada B bəndi. Baba ilə nəvə gəlinciyi nə üçün Alisa adlandırdılar? Çünki orada sevimli qəhrəmanı idi. Nurayın əvvəlki oyuncağın adı deyildi. Nurayın sevimli nağıl qəhrəmanının adı idi. Cavab oldu uşaqlar D bəndi.
19. Nuray gəlinciyi harada itirdi? Uşaq bağçasında, avtobusda, oyun meydançasında, mağazada. Harada itirdi? Oyun meydançasında. Cavab oldu C bəndi. Sizcə baba mağazada satıcı qıza nə pıçıldadı? Nuray bütün gecəni onun üçün ağlayıb. Mən nəvəmi necə sakitləşdirə bilərəm? Sizdə həmin gəlincikdən qalıb. Məsləhət gördüyünüz başqa gəlinciyi alaq. Mətndə də biz oxuduq ki, baba baba satıcının qulağına nəsə pıçıldadı. Satıcı isə əvəzində dedi ki, yox, təəssüf ki, qalmayıb, hamısı satılıb. Buna görə də hansı cavab uyğun gələ bilər? Sizdə həmin gəlincikdən qalıb, cavab olacaq C bəndi. Sonra Alisanın səyahət marşrutu hansı bənddə düzgün verilib? Birinci hara getmişdi uşaqlar? Gəncəyə. İkinci Şəkiyə. Üçüncü Şuşaya. Dördüncü Naxçıvana. Cavab olacaq A bəndi. Gəncə, Şəki, Şuşa, Naxçıvan. Alisa hansı şəhərdən göndərdiyi məktubunda oranın yerli əhalisi haqqında da yazır. Gəncədən, Naxçıvandan, Şəkidən, Şuşadan. Şəki haqqında yazırdı ki, buranın insanları çox mehribandır. Cavab olacaq C bəndi. Hansı abidə Naxçıvanda yerləşir? Karvansaray yerləşirdi uşaqlar Şəkidə, Nizami Gəncəvi məqbərəsi Gəncədə, Natəvanın evi, yox, Möminə xatunun türbəsi. Natəvanın evi Şuşada, Möminə xatun türbəsi isə Naxçıvanda. Cavab oldu burada B bəndi. 24-cü sualda deyilir. Nurayın Alisaya münasibətini ifadə edən sözü seçin. Hansı ola bilər? Biganəlik ola bilməz. Biganəlik saymazlıqdır. Sonra hesaba almamaqdır, laqeydlikdir. Amma təbii ki, bu deyildi. Nuray Alisanı çox sevirdi. Acıq, yox. Niyə acıq eləsin ki Alisaya? Həsəd aparmaq, bu uyğun gəlmir. Həsəd aparmırdı. Sədaqət uyğun gəlir. Çünki nə qədər həm anası, həm babası deyirdi ki, başqa gəlincik alaq, amma Nuray razılaşmırdı. Sanki Alisaya sədaqətli idi, onu atmırdı. Və cavab olacaq A bəndi. 24. 25. Nuraya məktubları əslində kim yazırdı? Alisa, Kamil baba, Nurayın anası, mağaza satıcısı. Burada tam orada aydın verilmir kim yazırdı, amma bizim yəni mətndə yoxdur həmin məktublar kim yazır. Amma burada iki cavab uyğun gələ bilər. Kamil baba, Nurayın anası ilk baxışda. Amma Nurayın anasının da sözündən elə çıxırdı ki, gəl sənə yeni, o axırda biz oxuduq, gəl sənə yeni gəlincik alaq, Alisanı unut. Buna əsasən də demək olar ki, Nurayın anası yazmayıb məktubları. Məktubları yazırdı B bəndi Kamil baba. Çünki Kamil baba çox fikir çəkirdi ki, yəni çox istəyirdi ki, Nuray sevinsin, şadlansın. Kamil baba haqqında deyilən fikirlərdən hansı yanlışdır? Nəvəsi kədərlənməsin deyə əlindən gələni edir. Bu doğrudur. Nurayın şıltaqlığı onu əsəbləşdirir. Yox, babanın biz mətn oxuyana dək, yəni mətnin axırına kimi heç vaxt əsəbləşdiyini görmədik. Cavab olacaq burada B bəndi. Nəvəsinə yeni gəlincik almaq istəyir. Bəli, istəyir. Müdrik olmaqla yanaşı həm də həssasdır. Bəli, doğrudur. Çünki Nurayı başa düşürdü. Onun hisslərini başa düşürdü. Ona görə də həssasdır deyə bilərik. 26-cı sualın cavabı oldu B bəndi. 27. Mətnə əsasən düzgün fikri seçin. Nizaminin məqbərəsi Gəncənin mərkəzində yerləşir. Belə bir fikir var idi. İndi yenə o birlərinə baxaq. Kamil baba itmiş gəlinciyi tapıb Nurayı gətirdi. Yanlışdı, tapılmadı. Cıdır düzü Şuşanın lap yuxarı hissəsində yerləşir. Bu da uyğun gəlir. Alisanın marşrutunu izləmək üçün baba qlobus yox, xəritə alır. Xəritə. Nizaminin məqbərəsi Gəncənin mərkəzində yerləşir. Cıdır düzü Şuşanın yuxarı hissəsində yerləşir. Biz mətnə yenə bir də baxaq.
Ümumiyyətlə hər sualı işləyəndə mətnə baxmaq lazımdır. Görürsən ki, biz mətndə nəsə yadımızdan oxuduqdan sonra nəsə yadımızdan çıxır, ona görə dəfələrlə mətnə qayıtmaq lazımdır. Mən Gəncədə baxaq. Gəncə haqqında yazılmışdı Nizami məqbərəsi. Deyir ki, indi Gəncədəyəm. Şəhərə çatmamış yolun sağında Dahi Nizami Gəncəvinin məqbərəsini gördüm. Deməli, biz bu cümlədən uşaqlar bizə aydın olur ki, şəhərə çatmamış yolun sağındadır. Yəni şəhərin mərkəzində deyil. Bu fikir yanlış fikirdir. İkincisi isə Şuşadakı Cıdır düzünü görəndə isə biz bildik ki, baxın, Şuşanın qala divarlarının qarşısındayım. Buradan gedib Xurşudbanu Natəvanın evinə baxacağam. Sonra isə əlbəttə Cıdır düzünə qalxacağam. Yəni hara qalxır? Yuxarı qalxır. Buna əsasən də demək olar ki, həmin sualda düzgün cavab hansıdır uşaqlar? Mətnə əsasən düzgün fikri seçin. Nizami məqbərəsi Gəncənin mərkəzində deyildi. A bəndi yanlış. Cıdır düzü Şuşanın yuxarı hissəsində yerləşir. Bəli, qalxacağam dediyi üçün yuxarı hissəsində yerləşir. Yəni də qeyd edirəm ki, biz burada öz bildiklərimizi yox uşaqlar, mətnə əsasən. Ola bilər ki, kimsə burada Cıdır düzünü görüb, Nizami Gəncənin məqbərəsini görüb. Öz fikirlərimizi kənara qoyuruq. Yalnız mətndəki fikirləri bura yazırıq. Cavab oldu burada C bəndi 27C. Mətndən seçilmiş aşağıdakı cümlə ilə müəllif nəyə işarə edir? Amma Nuray onu gözlərindən tanıdı. A bəndi Alisanın üzündə xoş bir təbəssüm var idi. Yox, yəni gəlinciyin üzündə təbəssüm orada yox idi. B bəndi. Baba elə gəlincik tapmışdı ki, gözləri Alisaya oxşasın. Bunu saxlayaq, digər bəndlərdə baxaq. Bütün gəlinciklərin gözləri eynidir. Yox, yəqin ki, siz çox gəlincik görmüsünüz. Bütün gəlinciklərin gözləri eyni deyil. Nuray gəlinciyinin necə göründüyünü artıq unutmuşdu. Yox, unuda bilməzdi. Unutsaydı gözlərini ona bənzətməzdi. Cavab olacaqdı B bəndi. Baba elə gəlincik tapmışdı ki, artıq ola bilər ki, baba məktub yazmaqla yanaşı, ola bilər ki, hər gün mağazalarda gəzirdi ki, Alisadan tapsın. Amma tapa bilmirdi. Və sonra da baba düşünmüşdü ki, ona yəni məktubları ilə belə bir fikir gəlmişdi ki, qoy Alisa, yəni elə bir gəlincik alım ki, heç olmazsa bir yeri, yəni gözləri oxşasın və böyük də olsa məktubda yazıldığı, yəni özünün dediyi kimi də məktubda yazıldığı kimi böyümüşdür, güya böyümüşdür. Deməli cavab burada olacaqdı. B bəndi 28. Baba elə gəlincik tapmışdı ki, gözləri Alisaya oxşasın. 29-cu sual. Hansı fikir hekayənin əsas ideyası ola bilər? Əvvəlcə ideyanı yadımıza salaq uşaqlar. İdeya nə deməkdir? Oxucuya bu mətin nə demək istəyir? Hansı tərbiyəvi əhəmiyyəti var? Burada məzmunu aid olan cümlələr uyğun gəlmir. İdeya elə bir formada olur ki, ya nəsihətamiz fikir olur, ya atalar sözü olur, ya kəlamlar olur. Babanın aldığı hədiyyəni itirmək olmaz. Bu tam ideyaya uyğun deyil. Böyüklər uşaqların istəklərini yerinə yetirməlidirlər. Bu bənzəyir, amma fikir uyğun gəlmir. Yəni düzgün fikir deyil ki, yox. Böyüklər mütləq uşaqların istəklərini yerinə yetirməlidirlər. Belə bir fikir yoxdur. C bəndi. Balaca uşaqlar belə nağıllara inanmırlar. Burada nağıllara inanırdı. Əksinə Alisa inanırdı. Bu da yəni ideya deyil. D bəndi. Qayğı ilə yanaşma kədəri sevincə çevirə bilər. Burada kədərlənən kim idi uşaqlar? Təbii ki, Nuray idi. Kədəri sevincə çevirən kim idi? Baba idi. Bəli. Qayğı ilə kədəri sevincə çevirmək olar. Bizim mətn bizə bunu öyrədir. D bəndi. 29D. 30-cu sual açıq sualda. Açıq sualda isə
Nə deyilir? Nə üçün baba məktubu oxuyanda Nuraydan icazə aldı? Nə üçün ola bilər? Çünki məktub Nuraya yazılmışdı. Əgər məktub sizin də əlinizi kiminsə məktubu keçə bilər. Məktubun üzərində kimin adı varsa, kimə çatacaq adı varsa, həmin insana məxsusdur. Həmin insan oxuya bilər. Ona görə baba məktubu oxuyanda Nuraydan icazə aldı ki, bu məktub Nuraya yazılmışdı. Amma Nuray oxuya bilmədiyi üçün babasına xahiş etdi ki, məktubu oxusun. Yəni belə yaza bilərsiniz. Çünki məktub Nuraya yazılmışdı. Başqasının məktubunu oxumaq olmaz. İcazəsiz oxumaq olmaz. Başqasının məktubunu icazəsiz oxumaq olmaz. Suallarımız bu qədər uşaqlar. Digər suallar riyaziyyata aiddir. Yəni digər fənnə aiddir. İnanıram ki, sizin üçün faydalı oldu. 4-cü siniflər öz cavablarını yoxladılar. Bu videonu bəyənib paylaşmağı unutmayın. Sağ olun.